Bilmək istəyirsən ki, İmam, Peyğəmbər sağ olsaydı, sən onu gedib görərdin, o ilə münasibətin necə olardı? Bax, gör, Quranla münasibətin necədir? Hə, mən ərəb dilini bilmirəm. Əbi, ərəb dilini bilmirsən, o da tərcümələr, təfsirlər çıxıb filan, maraqlanmısan. Ərəb dilini bilmirəm, o deməkdir ki, İmam Peyğəmbər Ərəbistanda da mən necə gedim ora. Amma məsələ onun dilini bilməkdir ki, gedim ona xidmət edeyim, gedim uzaqdan baxım ona, bir dənə görüm onu, əlini öpüm. Selfie çəkdirim. Yəni bu dərəcəyəcən. Yəni ki, axır nəsə olsun, bir sevgimi bildirim. Belə boş sözlərdir. Əgər Quranla münasibətin nədirsə, Quranın üzünə baxmaqdır, öz ibadətdir. Bu hədisi eşidib, açıb Quranı oxuya da bilmirsən, üzünə baxmısan, məsəl üçün. Ən azından oxumağa cəhd eləmsən, nə qədər cəhd eləmsən. İmama da, Peyğəmbərə də o qədər yanaşacaqsan, o qədər cəhd eləyəcəksən. Hər bir şeyin testi var da, üsulu var ki, onu belə eləyə bilirsənsə demək, belə də eləyəcəksən.